Salam, sizlə Aqil Rəhimovdur. Bugün mən sizinlə durma və dayanma anlayışlarından danışmaq istəyirəm. Təəssüf ki, hətta bəzi təcrübəli sürücülər də bu anlayışları qatışdırırlar. Gəlin başlayaq. Dayanma nədir? Dayanma sərnişini mindirmək və ya düşürmək üçün olan prosesdir və yaxud avtomobilə yükü mindirmək və yaxud yükü boşaltmaq üçün olan prosesdir. Qalan proseslərin hamısı durumu ilə əlaqədardır. Tanışınızı gözləyirsinizsə maşının içində, hətta bir dəqiqəliyə bu durma prosesi adlanır. Əgər siz qadınsınızsa və maşında makyaj edirsinizsə, yenə də bu durma prosesi sayılır. Maşını tərk edib bir dəqiqəliyə Coca-Cola almağa gedirsinizsə, bu da durma sayılır. Və yaxud maşını yarım saatlığa, 3 saatlığa tərk edirsinizsə, bu da durma prosesi sayılır. Çünki bəzi sürücülər maşının yanında dayanaraq deməli elə bilirlər ki, bu durma prosesi deyil, dayanmışam da, xeyr. Bu proses hətta maşının yanında kimsə gözləyirsənsə durma prosesi adlanır. İndi isə dayanma və durma qadağandır nişanları barədə bir balaca məlumat vermək istəyirəm. Dayanma qadağandır nişanı yolun hansı tərəfində qoyulubsa, yolun həmin tərəfinə aiddir onun qüvvəsi. O nişanın qüvvəsi ən yaxın yol ayrıcına qədər qüvvədədir. Amma dayanma qadağandır nişanı ilə bir yerdə bütöv sarı xətt yerdə varsa, onun qüvvəsi bu sarı xətt boyuncadır. Yəni, həmin sarı xəttdən sonra dayanmaq olar. Dayanma qadağandır nişanının altında bir anlığa da dayanmaq olmaz. Gedib avtomobili saxlamaq üçün başqa yer axtarmaq lazımdır. Eləcə də durma qadağandır nişanı yolun hansı tərəfində qoyulubsa, sağında ya solunda, yalnız həmin tərəfə qüvvəsi var onun. Onun qüvvəsi deməli ən yaxın yol ayrıcına qədərdir. Əgər durma qadağandır nişanı ilə bir yerdə sarı qırıq-qırıq xətt çəkilibsə yerə, onda həmin sarı xətt boyu durmaq qadağandır. Sonra isə durmaq olar. Qaydalarımızda bir neçə nişanda var dayanma və durma barədə. Hələlik tətbiq olunmur çox yerdə. Amma ola bilsin ki, bu yeni qərarlardan sonra onlar tətbiq olunsun. Bunlardan birincisi nədir? Durma qadağandır nişanının içində Rum hərfləri ilə bir rəqəmi görürsünüzsə, bu deməkdir ki, həmin nişanın altında ayın tək günləri durmaq olmaz. Bunun hansı tərəfinə bu nişan qoyulubsa, həmin tərəfə aiddir onun qüvvəsi. Əgər durma qadağandır nişanı görsəniz və onun içində 2 rəqəmi görsəniz, bu deməkdir ki, ayın cüt günləri, yəni 2-si, 4-ü, 6-sı və s. Həmin nişanın altında durmaq olmaz. Bu nişanların qüvvəsi ən yaxın yol ayrıcına qədərdir. Və sonuncusu, durma qadağandır zonası nişanı. Hələ ki tətbiq olunmur, amma ola bilsin ki tətbiq olunsun. Bu kvadratın içində olan durma qadağandır nişanıdır. Onun qüvvəsi artıq qoyulduğu tərəfə yox, hər iki tərəfə, yolun hər iki tərəfinə aiddir. Yəni sağda görsəz bu nişanı, onun qüvvəsi həm də sola, yolun sol tərəfinə aiddir. Solda qoyulsa, həm də sağ tərəfə aiddir. Və ən maraqlısı odur ki, durma qadağandır zonası nişanının qüvvəsi ən yaxın yol ayrıcında bitmir. Bu nişan yalnız o zaman qüvvədən düşür ki, qarşıda durma qadağandır zonasının sonu nişanı olsun. Hüquqlarınızı bilin, amma vəzifələrinizi də unutmayın ki, sizə cərimələr gəlməsin. Diqqətinizə görə çox sağ olun.